Salam əleykum əziz babanlar, hər birinizi Ağdaş rayonundan salamlayırıq. Mahmud müəllim, xoş gördük sizi. Xoş gəlmişik. gəlmisiniz. Necəsiz, Çox vəziyyət sağ necədir? ol. Siz necəsiz? Çox Xoş sağ olun. gəlmisiniz. Sevindik sizi gördük. Allah həmişə belə deyək də gözəl çəkilişlərdə, gözəl günlərdə olasın sizi. Çox sağ olun, var olun. Biz laboratoriyaya gəlmişdik. Siz də bir dəqiqə oradaydınız. Bəli, bəli. Gizella bağı var dediniz. Mən dedim ki, onu mütləq görmək istəyirəm də necədir. Bu neçənci ildir? Bu 3-cü ilin bağıdır da, 4-cü ilə keçir. 3-cü il. Ağdaş indi bu bağçılığa yavaş-yavaş addımlarını atır. Düzdür, qəşəng bağlar gördün mü burada? Belə deyək də, Gizella altı üzərində, bu calaq altısı üzərində demək olar ki, yenidir. Amma bizim yerli sortlarla bərabər, yerli calaqaltılarla. Həmişə burada bağlar olub, bu öküz ürəyi dediyimiz sortlar olubdur, çallar olubdur. Hal-hazırda vəziyyət budur. Hal-hazırda budur, gördüyünüz kimi gözəldir. Bizdə Xaçmazda isə hələ gülün içindən çıxmayıb. Yox, demək olar ki, məsələ burasındadır ki, bizdə biraz istilərdir. Hələ son vaxtlar bilirsiniz ki, təbiət hamı ilə oynadı, şıltaqlıq elədi. Yağış, isti, soyuq, gecə temperaturunun birdən-birə kəskin düşməsi. Amma onun qarşısında bura lazımı bütün aqrotexniki tədbirlər aparılır. Birdən bunu göstər kənar. Damlama. Bax. Yəni maşallah da tutum həqiqətən söz ola bilməz. İndi yoldaşlarda belə bir təsəvvür yarana bilər. Gəlin lap bir xırdası yanına. Belə bir təsəvvür yarana bilər ki, ola bilsin ki, nətər deyim, ən yaxşı ağacı çəkiblər. Amma məsələ budur ki, baxın, ən xırda ağacımızdır, ən zəif ağacımızdır. Buradadır. Görürsünüz nə gözəl. Dünən dərmanlamanı aparmışıq. Və hamısında tutum gözəl. Orada yaşca balaca ağaclarımız var. Orada balaca ağaclar göstərmək istəyirik. Bunlar da gizelladır. Amma baxın tutuma. Yəni bu Allahın bir verməyidir. Belə deyə, Allahın bir nemətidir bizim üçün. Bax, burada hamısı gizelladır. Gizellalar neçə metrədən əkilib bura? 3 metrənin 5-ədir. 3-ün 5-ə əkilib. Dayaqsızdır, simsizdir. Aha. Özdə baxırsınız da təbiətə bax, dağların kənarıdır. Yəni orada qətiyyən mən belə bir şey deyim da ki, küləksizdir, yox. Bura çox küləkli, külək tutan belə bir yerdir. Biz bugünəcən müştərilər soruşurdu bizdən. Biz bura maksimuma tövsiyə eləyirdik də Ağdaşa isti olduğuna görə. Amma nəticə var. İndi baxın, Ağdaşa isti olduğuna görə əgər bundan anlayışı olmayan adam varsa, həqiqi mənada maksimuma yaxşıdır. Niyə? Bu zonada bu suyu çox sevir. Gizellanın bir xəssiyyəti var da, bilirsiniz ki, həddindən çox su varma gilas özün bilir. Gilas nəmliyi xoşlayır, amma çox bol sululuğu xoşlamır. Problem yaradır. Gizellada çox suyu xoşlayır. Burada bir gündən bir, maksimum 2 gündən bir su var, heç bir problemi yoxdur. Belə deyək də, bizim operator qardaşımızdan xahiş eləyək, bax, bu böyük bağlardır. O bir ağacı elə bir siz çəksin, yəni ətrafında ağaçları da çəksin. Məsələ burasındadır ki, yəni bu bir ağac deyil da. Buradan keçən il məhsul olmuyor. Məhsul olmuyor. Yəni deyim ki, məhsulun olmamasının müxtəlif səbəbləri var. O cümlədən elə normal suvarılmama, aqrotexniki qulluğun düzgün aparılmaması, çiçəkləmədən əvvəl bura maniyozə qarşı dava dərman, qurda qarşı mübarizələr, yəni o yüksək səviyyədə olmuyor. Fevral ayından belə deyək də mənim nəzarətimə verilib bu bağ. Bu ilki məhsulu da göz qabağındadır. Heç bir problemsiz bir şey. Maşallah, Allah bərəkət versin. Həqiqətən çox gözəl nəticədir. Bunun hamısını, bu meyvəni mən elə bilirəm ki, tək-tək atmalar olacaq. Müəyyən faiz itki olacaq, amma burada mən elə bilirəm ki, 90% tutumdur. Bunun da biz 80%-ni qorursaq, bizim üçün heç bir problem yoxdur. İnşallah. Sizin zonadan da bizə çox yazanlar olur. Mahmud müəllim, sizin zonadan da bizə çox müraciət edənlər olur. Həqiqətən üstünlük göstərməyə başlayıblar. Yəni ki, düzdür, maksimana, Gizellana işləyirdilər. İndi mən Gizellanı tövsiyə eləməmişəm, amma gözümlə gəlib buranı görmək istədim. Bizim indi laboratoriyadan durub 40 dəqiqəlik məsafəni sırf bu bağı görməyə. Burada bir dənə məsələ deyim, bu bizim Mahmud bəy var. Bəli, bəli. Mahmud bəy də bilirsiniz ki, bu tilçiliklə məşğuldur. O cümlədən də gilasdan çox belə deyə anlayışlı bir bəydir. Məsələ burasındadır ki, bizim onunla tanışdığımız var. Mən də öz həyətimdə Gizella məsələsi olanda dedi ki, əgər bu Ağdaş rayonu üçün çox istidir da,
bütün aqrotexniki tədbirləri eləyə bilsəz, heç bir problem yoxdur. Öz həyatımda sınağını eləmişəm 2-ci ildir. Bir gündən bir suvarırsan heç bir problem yoxdur. Bu gün keçdi yay ayında. Amma indi bu yağışlar olubdu. Təxminən elə biləcəm ki, bir 4 gündən bir su verirəm. Ağaclar möhtəşəm bir şey alır. Keçən ilin ağacından mən yubar bar götürürəm. Əsas məsələ meyvə burada satışa neçə manatdan gedir təxminən? Valla indi bugünkü bazarı bilmirəm. Keçən il bazarında hardasa meyvə qıt oldu. Yəni nəqdi deyim ki, öküz ürəyi gilaslar, may gilasları 15-20 manata qədər qalxdı. 15-20 arası. 15-20 arası oldu. Bu öküz ürəkləri də 5-8 cürbəcür aralar oldu da. Bizim zonada şimal zonası kütləvi yetişməyə başlayanda o gilasın qiyməti avtomatik sabitlənir, aşağıya doğru enir. Çünki kütləvi bazarlarda tarazlıq ordadır da, kütləvlik ora gedir. Amma bu zona üçün mən özümə görə fikirləşirəm ki, bizim zona üçün müəyyən nətər deyim sənə, elə gilas sortları var ki, tez yetişən gilas sortları. O tez yetişənlər daha sərfədir, az sahəsi olan adamlara. Tez yetişən gilas sortu. Yəni 1 hektar gilasa bu günlərin biz öküz ürəyini vurup gözdə 1 il tutsun, 1 il tutmasın. Bir də yoldaşlarımız, bizim bağ sahibləri bu necə deyim sənə, bu tozlayıcılarla işləmirlər. Elə gilas da aldım, əkdim, bir il gətirmədi. Tozlayıcıya ciddi yanaşmaq lazım. Qarışıq bax daha sərfəlidir. Qarışıq bax daha. Tozlayıcı içində 15% avtomatik verir. Ana sort birdirsə 15% mütləqdir da, mütləqdir. Əvvəlki qurulan bağlarda bunlar olmuyor. Bax elə 1-2 dənə bizim ağ gilas dediyimiz, onları əkiblər. Ondan başqa heç bir şey. Amma bugünkü indi burada görürsünüz da, bax. Ya bir belə şirə deyirlər, mənənə yoxdur. Ya bir yarpaqda bir problem yoxdur. Ondan sonra meyvələrdə inşallah bir problem yoxdur. Çalışırıq ki, yaxşı olsun. O cümlədən də tövsiyələr eləyirik başqa yoldaşlara. Bir də sahibkar da vaxtı ayıra bilməyib. Ona görə bu bağda bir balaca baxmaq. Bəli, əslində belədir. Sahibkar vaxt ayıra bilməyib. Desək ki, marağı olmayıb, yox, marağı var. Başqa işlər var, ona görə vaxt ayıra bilməyibdi. Amma bu günlərim veribdi bizim öhdəmizə. Bizim yaxşı burada bir çalışanımız da var. Bağa bizim görən gözümüz, eşidən qulağımız var. Nə bir balaca bir şey olan kimi işçidir, daimi işçidir. Sağ ol. Xəbər edir. Ağdaşın da potensiallarından biri odur ki, Mahmud müəllim, əsas məsələ bizdən 20 gün bazara tez girirsiniz. Bəli. Yəni biz uzaq başa 8 manat. Yəni bu arada gilas sata bilir. Düzdür, indi o bağlar salındıqca bu gilas qiymətlərində müəyyən enmələr olacaq. Gilas yetişdirənlər də bunu bilir. Yəni bu problemli bir məsələ deyil. İnşallah ki, yenə davam edəcək. Sadəcə olaraq bu 20 gün böyük bir vaxtdır. Bunu düzgün istifadə edə bilsələr. Məsələ burasındadır ki, Elməddin bəy, burada bu bağ salır yoldaşlar, bəzi yoldaşlar. Bağım var 1 hektar və yaxud da 2 hektar, 3 hektar. Amma bağa qulluq, bağa aqronomik cəhətdən yanaşma hər bir bağ sahibi eləmir. İndi formalaşır. Elə bizimlə ki, mən nə deyirəm, həqiqətən deyirəm. Elə buradan bütün bağ sahiblərinə sizin vasitə ilə istifadə edib deyim. Dərman dükanına gedir, bitki mühafizə dükanına. Mən bağımda ağacıma mənənə düşüb. Məsələn, bu yarpaq deşilib. Apar buna nə vur, bunu vur. Amma o səbəbi axtaran, o bağbanı bağına dəvət eləyən gedib oradan almır. Resepti alır, gedir ki, bunu alım. Sabah da bilirsən ki, sən kimə müraciət eləmirsən, mütəxəssisə müraciət eləmirsən. Biz də, yəni, məsələ orasındadır ki, bizə müraciət edən hər bir adama müsbət belə yanaşma eləyirik, kömək eləyirik, dəstək veririk. Çalışırıq ki, hamının işi yaxşı olsun. Bir də məsələ bilirsiniz nədir? Mahmud müəllim, əsas odur ki, bu ağac xəstələnməsin. Bağ olaraq ümumi söhbət ki, 5 hektar, 10 hektar və ya üz yuxarı. Bu xəstələnəndən sonra tədbir görmək artıq gecikmisən. Düzdür, görməsən bağ məhv olacaq, onun qarşısını alırsan. Amma bir vakit düşməmiş, vaxtında bir bağa bir aqronom olur, xüsusi heyət olur, həmişə nəzarətdə saxlayır. Bu hələ indi formalaşır. Bizdə təzə salınmış bağ var, maksimum 14 üzərində. Primer gigant sortlardır. Onlar da belə deyək, bir növ sahibkarın vaxtı olmayıb, buraxmışdı. Biz bir illərim onları sıfırlamışıq. İndi istəyərəm orada baxasınız. İndi gəlin bir dənə də bunu da göstərim sizə. Yəni bizim yoldaşlarımız var da, baxanlar da görsün ki, həqiqətən bu bir ağaçda deyil də. Bax fikir ver.
Baba bir ağaçda deyil. Operator qardaş oranı çək. Bax, hər bir ağacı çək. Allah hamının əməyinə bərəkət versin. O cümlədən də Allah hamının əməyinə bərəkət versin. O cümlədən də belə deyək də bizim. İndi sahibkarımız da çox yaxşı olanların biridir. İcazə verdi ki, gedin çəkiliş eləyin. Biz burada bu neçə gündür yağış yağır. O yağışlara görə bağlara girmək yox idi, mümkün deyil idi. İndi biraz alaqlıdır. Amma o alaq elə bir problem deyil də. Frez gedəcək, təmizləyəcək. Oranı da orada da işçilər var. Amma indi bizim bir dənə o bağımızı da çəkərik, cavan bağı da göstəririk. Nəticə alınıb. Nəticə var. Gecə-gecə o ağac da göstərin. Hə. Nəticə alınıb. Bəli. Bizdə də inşallah ki, bir daha calaqların yüklənmə prosesi gedir orada da. Ha. Sadəcə olaraq buranın zavodda. Bu göstərək. Deyil. Elmədim bə, gözəllik deyil, adama ləzzət eləyir. Kimsə baxırsan, bir əməyi görürsən, əməyindən bir bəhrə görəndə, oradan adam ruhlanır da. Həqiqətən maddi məsələsi o qədər. Yox, bir şey deyil. Sən bilirsən ki, bu ağacın bu meyvəni verməyində sən əməyin var. Gəl bura. Deyil. Yəni hamısı. Şimdi orada bir xırda ağac var, o ağacı elə bir xırda bir epizod oradan götürərsən, 3-cü ilə keçən ağacın meyvə veriminə bax. Gizella 6 üzərində. Bir dənə sulamağı daha çox olmalıdır. Gizellanın bir dənə suvarmağı, suvarma rejimini tutmaq lazımdır. Bizim zona aran zonasıdır, bizim zona isti zonadır. Temperatur 45-ə qədər bir də görsən çıxır, düz deyil, deyirlər 42-39, amma temperatur yüksək olur. O momentdə hər gün su açırsınız axşamlar. Necə olur? Yox, suyun bir söz nətəri. Gizellanın əslində hər gün suvarmaq mümkündür, az-az. Bir də var ki, ağacı doydururuqsa bir heç olmaz burada hər bizim ağacımızdan, belə şlankımızın damlamasından 4 litr verirsə, o basınc ayarlı. Orada biz bunu 2 saat suladıq, 2 gündən bir sulayanda bəs eləyir. Məsələn, mən o formada sulayıram. Mən tinkçilikdə Gizella sektorunu belə deyim ki, hər axşam yarım saat açırdım. Pastların nəmlik saxlamaq. Mən dedim axı, hər gün suvarırsansa, böyük ağaçlar üçün 1 saat bəsdir. Yox, bir gündən bir 2 saata. Orada bir epizod var, onu götür. Yəni adam istəyir ki, hamısını görsətsin ki, ay, bura bax, bax. Biraz sirkələyik yəni. Yəni tökülmə yoxdur da. Xeyirli olsun, sahibkara bol uğur arzulayırıq həqiqətən. Yəni Allah əziyyətini itirməsin. Hər bir işdə əziyyət. Biz də verdiyimiz dəstəyi budur. Bu bizim bağımızı. Qardaş gəl bura. Texnik işləri görən, qulluq eləyən şahiddir. Salam əleykum, xoş gördük. Necəsiz? Adınız nədir? Şahid. Şahin. Şahid. Şahid. Hə, Şahid. Şad Şahid oldum. də bu bağı təzə belə deyək də götürübdür. Belə təzə deyəndə bunu da bura dəvət eləyiblər, təzə dəvət eləyiblər. Maşallah yaxşıdır. Yaxşıdır. Nə məlumat verir? Hər bir şey deyirik, eləyir, nə lazımdır. Bir baləcədə nəsə görən kimi birbaşa elə mənə xəbər eləyir ki, buradan nəsə gördüm. Bir həşərat gördüm, yarpaqda bir dəlik gördüm, nəsə vaxtında öhdəsindən gəlirik. Yorulmuşsan Şahid qədər. Çox sağ ol, Allah razı olsun. Sizin də üstünüzdə burada əsas məsələlərdən biridir. Düz düşür həqiqətən. Xeyirli olsun. Gözəl nəticədir. İnşallah ki, hər kəs üçün uğurlu, xeyirli olsun inşallah. Gedək, gedək. Xoş oldu.